Sınaq 4-ə baxırıq. Deməli, hansı maddəli reaksiyada kükürt reduksiya olunur? Reduksiya olunur, yəni oksidləşdiricidir. Oksidləşdirici olmaq üçün də oksidləşmə dərəcəsi çoxdan aza getməlidir kükürddə. Deməli, bu da elə fosfor kükürdlə reaksiyasından P2S3 də alına bilər, P2S5 də alına bilər. Kükürt çatışmadıqda P2S3 artıq miqdarda olanda P2S5 əmələ gəlir. Yəni burada fərqi yoxdur, onsuz da ikisində də eyni gedəcək. Kükürt burada 0, burada isə -2 göstərir oksidləşmə dərəcəsi. Oksidləşmə dərəcəsi azaldığına görə oksidləşdiricidir və reduksiya olunur. Doğru cavab A variantı. İkinci sualda deməli, molekulyar kristal qəfəslidir. Deməli, bərk halda hər ikisini götürə bilərik. Ona görə 1 ortaya gedəcək. Adi şərtdə sarı rəngli bərk maddədir. Bu kükürdə aiddir. Suda yaxşı həll olur. Bu SO2-yə aiddir. Çünki deməli SO2 turşu oksididir və turşu oksidlərindən yalnız cesium-O2 suda həll olunur. Oksigenlə reaksiya daxil olur. Hər ikisi. Ona görə olacaq cavab 2, 3, 1, 4. Doğru cavab B variantı. Üçüncü sualda deməli X-i müəyyən edin. Maddə miqdarı A, reaksiya daxil olan H2 miqdarı A. Deməli, kalium hidrogenlə reaksiya daxil olur. Əmələ gətirir kalium hidrid. Deməli, əmsallaşdırsaq bura 2, bura 2 yazırıq. Baxırıq ki, maddənin miqdarı A, reaksiya daxil olan hidrogenin miqdarı da A, yəni eyni olmalıdır. Amma burada 2-nin 1-ədir. Ona görə bunu götürə bilmərik. Wolfram O3, üstə gəlsin hidrogen, alınır wolfram, üstə gəl H2O. Burada əmsallaşdırsaq 3, bura 3 yazırıq. Uyğun deyil bu da. N2 üstə gəlsin H2, bu amonyakın alınma reaksiyasıdır. Burada da deməli yenə uyğun olmur. Sonra H2 üstə gəlsin O2, alınır H2O. Burada da həmçinin uyğun olmadı. Mis-2 oksid üzərinə hidrogen gələndə alınır mis, üstə gəlsin H2O. Burada əmsala ehtiyacı yoxdur. Həqiqətən də X-in mol miqdarı 1, hidrogen mol miqdarı 1 bərabərdir. Doğru cavab Y variantı. Dördüncü sualda kükürt artıq miqdarda götürülmüşsə X-i hesablayın. Deməli, kükürt reaksiya girir HNO3-lə. Əmələ gəlir H2SO4, yəni burada qatı nitratdır. Hardan bildik? Çünki NO2 əmələ gəlib. Kükürt duru nitratla H2SO4 plus NO verir. Qatı nitratla isə H2SO4 üstə gəl NO2, üstə gəlsin H2O. Əmələ gəlir. Deməli, burada biz əmsallaşdırma aparmalıyıq. Kükürt 0-dan müsbət 6-ya gəlir. Deməli, 0-dan müsbət 6-ya 6 elektron. Azot 5-dən deməli gəlir 4-ə. Bu da 1 elektron. 6, 1, 1, 6. Deməli, 1 yazılır bura. 6 yazılır bura. Burada 6. Deməli, hidrogen 6-dır. Burada ikisi var. Burada 2 yazırıq. Oksigen də 6, 3, 18, 12, 14, 18 düzəldi. Daha sonra nə edirik burada? Deməli, bizə verib ki, 33,6 litr NO2 alınır. NO2-nin üzərinə 33,6 litr yazırıq. X qram 63%li nitrat turşusu məhlulunun kütləsini istəyir. Yəni, X qram burada məhlulun kütləsidir. Amma biz reaksiyada ancaq həll olanın kütləsini tapa bilərik. Bura X qram yazıram. Qramın altına qram 6 vur 63. Litrin altına litr 6 vurulsun 22,4. Deməli, buradan da X-i tapanda bu bizim belə tənasübümüz olur. 6 vur 63 vur 33,6 bölünsün 6 vurulsun 22,4. Buradan 6'lar gedir. 1,5. 63'ü 1,5'e vuranda eləyir 94,5. Deməli, bizdə həll olan 94,5-dir. Omegada 63-dür. Yerinə yazıram. 63 bərabərdir. Həll olanım 94,5. Bizdən məhlulun kütləsini istəyir. Burada da 94,5-i vururam 100-ə, bölürəm 63-ə. Doğru cavab eləyir 150. 4-də B variantı.
Daha sonra 5-ci sual. X-i müəyyən edin. Oksigenlə getmir. Silisium oksigenlə gedir. Sink oksigenlə gedir. Xlor getmir. Kalsium oksigenlə gedir. Hidrogen oksigenlə getmir. Xlor həmçinin su ilə reaksiya gedir. Xlor 2 plus su əmələ gəlir H-xlor, üstə gəlsin H-xlor O. Xlorlu su adlanır. Temperatur olanda da burada H-xlor O3 əmələ gəlir. Həmçinin xlor deməli karbonla da reaksiya getmir. Çünki nə deyirdik? Flor, xlor, brom, yod. 10 Johnla reaksiyaya daxil olmur. Xlor da burada görürsünüz karbon, oksigen, azotla daxil olmur. Doğru cavab elə oldu. C variantı 5-ci sualda. 6-ya baxırıq. Deməli, gümüş xlorla ağ rəngli çöküntü əmələ gətirir. Onda X xlordur bizdə. Magnezium florla əmələ gətirir. Onda Y flor 2-dir. Bu da bromla, yəni gümüş, bromla sarımtıl çöküntü. Onda Z-də bromdur. Hansılar qaz halındadır? Florla xlor, X, Y. Doğru cavab 6-da D variantı. Sulfat turşusu molekulunda pi rabitələr bütün rabitənin neçə faizini təşkil edir? Sulfat turşusu H2SO4-dür. Quruluşu bu şəkildə yazılır. Burada da deməli 8 rabitə var. İkisi pi-dir. Bu da deməli 4-də 1, 100-də 4-ü böləndə 25%-ni təşkil edir. Daha sonra 8-ci sualda kalium hidrid, kalsium verib. Artıq miqdar su ilə ayrılan hidrogen. Deməli, kalium hidriddən üstə gəlsin H2O, alınır kalium OH+. Üstə gəl H2O, əmsala ehtiyac yoxdur. Kalsiumda üstə gəlsin H2O, alınır kalsium OH2, üstə gəlsin H2, əmsallaşdıraq. Deməli, kütlələri kalium hidrid M olanda V1 litr hidrogen ayrılır. Amma kalium hidrid deməli 40 qram olanda bu 22/4-dür. Onda V1 bərabərdir 22/4 M bölünsün 40. Bu bizdə V1-dir. İndi kalsiyuma baxırıq. Kalsiyum M qram olanda V2 litr hidrogen ayrılır. Kalsiyum 40 qram olanda 22/4. Buradan da yenə V2 bərabərdir 22/4 M bölünsün 40. Bunların da həcmləri bərabərdir. V1 bərabər V2 8-dir. Doğru cavab C variantı. 9-cu suala baxırıq. Deməli, həm xlorla, həm kükürdlə reaksiya daxil olan maddə. Məsələn, karbon dedik, bayaq xlorla getmir. Oksigen xlorla getmir. Kükürd su ilə reaksiya getmir. Kükürd yodla reaksiya getmir. Burada kalsiyumdur. Xlorla reaksiya daxil olub kalsiyum xlor 2. Kükürdlə reaksiya daxil olub kalsiyum sulfid əmələ gətirir. 10-cu suala baxaq. Deməli, burada bizə verib x mol pirit, ferium S2, x moldur. Bir də 2 mol sink sulfid. İbarət qarışığın tam yanmasından 256 qram kükürt dioksid alınmışsa, hər ikisindən birbaşa kükürt dioksid, yəni SO2. Burada əmsal düzəldirik. Deməli, buradan da SO2, onda 2 mol. Deməli, 256 qram kükürt dioksid alınmışsa, X-i hesablayın. Görə 2 mol sink sulfiddən buradan nə qədər SO2 alınır? SO2 nömeri 64-dür. 2-yə də vuranda 128 qramdır. Deməli, 128 qram ikinci reaksiyadan alınıbsa, birinci ümumilikdə 256 olduğuna görə 128 də bu reaksiyadan alınıb, 128 qram. Yəni, 2x vurulsun 64 bərabərdir 128-ə. 128x bərabər 128-ə. X də bərabər 1-ə. 10-cu sualda doğru cavab olacaq B variantı. Sonra 11-ci sualda deməli, çöküntü ağ rənglidirsə, X-i müəyyən edin. Burada deməli sink olacaq. Çünki sink kükürdlə ağ rəngli çöküntü əmələ gətirir. Doğru cavab 11-də D variantı. Perxlorat deyirsə, X burada 4-ə bərabərdir. Xlorat deyirsə 3-ə, 12-də. Doğru cavab C variantı. Ümumiyyətlə, bunu məsələn H-xlor O, H-xlor O2, H-xlor O3, H-xlor O4 şəklində yazsaq, bu belə gedir. Hipoxlorit, xlorit,
xlorat, perxlorat. Məsələn, bunu yadda saxlayıb. Birinci it, sonra at gəlir. Birinci axırıncı da söz önləri var. Sonra 13-cü sualda hansı mərhələlər doğrudur? Birinci mərhələdən alınır, deməli, kalium xlor, burada manqan O2 katalizatordur. Yəni plus yazmayıbsa qabağında katalizatordur və Bertolli duzunun parçalanmasından kalium xlor üstəgəl O2 alınır. Yəni birinci mərhələ doğrudur. Sonra ikinci mərhələdə brom xloru çıxara bilməz. Ona görə bu yanlışdır, yəni çünki hər bir halogen özündən sonra gələn halogeni duzlarına sıxışdırıb çıxara bilər. Üçüncü mərhələdə də iki duz reaksiya gedir. İki duz o vaxt gedir ki, əvvəldə çöküntü olmasın, sonradan yaransın. Burada da kaliumla NO3 birləşir, gümüşlə də brom birləşir və gümüş brom da deməli çöküntüdür. Sonda çöküntü alınana görə bu reaksiyada gedir. Ona görə doğru cavab 1, 3, C variantı. Hansı reaksiya doğru deyil? Bu doğrudur. Bu reaksiya adi şəraitdə gedir. Brom yodu çıxara bilər, bəli, amma halogenlərin heç biri oksigenlə reaksiyaya daxil olmur. 15-ci sual. Deməli, bizə nə verib? Oksigendən ozonun alınmasıdır. Yazırıq, oksigendən ozon alınıb. Burada görürsünüz ki, oksigen əlavə olunub. Daha sonra isə oradan ozon əmələ gəlib. Deyir, alınan ozon 1,6 mol gümüşlə reaksiyaya daxil olursa, oksigenin həcmcə, deməli, neçə faizi ozona çevrilib. Ozon gümüşlə reaksiyasından alınır. Gümüş 2O üstə gəlsin O2. Buraya 2 mol yazırıq. Deməli, görək 1,10, çünki alınan ozon deyir. İndi görək, bu alınan ozon deyir, gümüşlə daxil olur. Buradan gümüşün köməyi ilə biz taparıq ki, nə qədər ozon əmələ gəlib. Burada 1 yazırıq. Deməli, 1,6-da 2 bölündü eləyir, 0,8 mol ozon əmələ gəlib. Gətirib yazırıq birinci reaksiyada. Görək, bu ozon alınan zaman neçə mol oksigen reaksiyaya sərf olunur. Deməli, 2 mol ozon alınanda 3 mol oksigen sərf olunursa, buradan da 3 vurulsun 0,8 bölünsün 2. 1,2 mol oksigen sərf olunur. Amma görürük ki, oksigeni neçə mol götürüb? 10 mol götürüb. 10 molun 1,2 molu ozona çevrilib. 1,2 bölünsün 10, vurulsun 100. Bu da eləyir 12%. Doğru cavab 15-də C variantı. 16-cı sualda Y maddəsini müəyyən edin. Deməli, H2S, deməli, kükürt burada -2-dən neçəyə getsə, 2 elektron deməli, vermiş olur. Təbii ki, S sıfıra gedəndə, yəni buradan ümumiyyətlə bu reaksiyadan S plus su da alına bilər. SO2. Tamam yanma zamanı S plus su alınır. Tam yanmada SO2 plus su alınır. İndi burada bizə verib, buradakı deməli şərtə görə biz tapırıq ki, bu S-dir, yoxsa SO2-dir. Amma 2 elektron veribsə, deməli S-dir. Çünki kükürt -2-dən sıfıra gələndə. SO2 olsaydı, yəni orada -2-dən gələcəkdi müsbət 4-ə 6 elektron vermiş olacaq. Doğru cavab Y variantı. 17-ci sualda deməli, alüminium üstə gəlsin xlor 2 alınır, alüminium xlor 3. Sonra stibium xlor 2 ilə də əmələ gəlir stibium xlor 3. Eyni qaydada əmsallaşdırdıq. Deməli, mol miqdarları AA, bəli, burada da eynidir. Reaksiya sərf olunan xlorun miqdarı 0,5-dir. Yəni, mən bunun hər tərəfini reaksiyanın X-a vursam, bu reaksiyanın da hər tərəfini X-a vursam, çünki bunların mollarını eyni götürə bilərəm. Və görürəm ki, burada 3x üstə gəlsin 3x bərabərdir 0,8-ə, 6x bərabər 0,8-ə, 0,8-i də x buradan bərabərdir 0,8 bölünsün 6. Bu şəkildə yazırıq, çünki tam şəkildə bölünmür, amma narahat olmayın belə alınanda. Deməli, bizdən ilkin qarışıqda alüminiumun kütləsini istəyir. Alüminium ilkin qarışıqda 2x götürmüşdük. 2x alüminiumdur. Deməli, x-i biz nə tapdıq? 0,8 bölünsün 6. Vururuq alüminiumun kütləsinə 27-yə. Burada da deməli, doğru cavab eləyir 7,12 qram C variantı. Daha sonra 18-ci sualda
H-xlor ON birləşməsində xlorun kütlə payı xlorun digər oksigenli turşularından ən azdırsa, burada məsələn biz bayaq yazmışdıq xlorun deməli birləşmələrini. Xlor görürük ki, yəni sayı dəyişmir, kütləsi dəyişməz olaraq qalıb. Amma xlorun kütlə payı o vaxt azalır ki, xlor özü sabitdir, lakin ümumi kütlə artıb. Məsələn, burada birincidə xlorun kütlə payı axırıncıdan daha çoxdur. Çünki birincinin bir ümumi maddənin kütləsi daha azdır, məxrəc az olacaq. Dördüncüdə isə ümumi maddənin kütləsi çoxdur, məxrəc çox olacaq. Ona görə deməli indi bu sualda deyir ki, xlorun kütlə payı digər oksigenlərdən ən azdırsa, onda bu H-xlor O4-dür, yəni perxlorat. Ona görə 18-də doğru cavab D variantı olacaq. Deməli, oksigen, natrium oksigenlə reaksiyasından natrium peroksidi alınır. Birbaşa, yəni natrium oksidi ala bilmirik. Litiumun oksigenlə reaksiyasında isə litium oksidi alınır. Kaliumda isə kalium O2 superoksidi alınır. Burada əmsallaşdırsaq, deməli, bu şəkildə oksigenin mol miqdarı, deməli, burada 1-dir, burada da 1-dir. Yəni ki, 19-da bir dəqiqə indi bizdən 1 mol soruşduğuna görə, məsələn, burada 2-yə 1-dirsə, 1 mol olacaq 0,5. X bərabər olur 0,5. Burada da yenə 4-ə 1-dirsə, 1-ə bərabər olacaq 1-ə 4-ə 0,25. Onda biz, bu da 0,25, burada mütənasiblik yaratmaq üçün gərək, deməli, y-i 2-yə vuraq ki, x-a bərabər olsun. Ona görə 19-da doğru cavab Y variantı. Turşu molekulunda sigma rabitənin sayı sulfat deməli H2SO4-dür. Perxlorat H-xlor O4-dür. Sulfit H2SO3-dür. Ümumiyyətlə, turşularda deməli qurumaq üçün formulu əsaslığına baxırıq. Məsələn, H2SO4 2 əsaslıdır. O deməkdir ki, 2 hidrogen oksigen vasitəsilə mərkəzi atoma birləşir. Qalan oksigenlərdə burada yazırıq. Deməli, sigma 1, 2, 3, 4, 5, 6 sigma var. Sonra perxlorat turşusu bir əsaslı turşudur. Deməli, bir hidrogen oksigenlə, o da xlor. Qalan, deməli, 3 oksigeni də bu şəkildə yazırıq. Çünki xlor 7 valentlidir. Burada da 1, 2, 3, 4, 5 dənə deməli, bizdə sigma var. H2SO3 isə yenə 2 əsaslı turşudur. 2 hidrogen oksigenlə birləşib. Deməli, bu şəkildə yazırıq. 1, 2, 3, 4, 5 dənə də burada sigma var. Doğru cavab 20-də D variantı. S üstə gəl O2 təbii ki alınır. SO2. Buradan isə ferium S alınır. Y də 1-ə bərabərdir. Kükürdün oksidaşma dərəcələrinin cəmini soruşur. Burada müsbət 4 olacaq. Burada da ferium S -2 olacaq. Müsbət 4 ilə də -2-nin cəmi bərabərdir. Müsbət 2-yə doğru cavab 21-də Y variantı. Kükürd və yod üçün ümumi olan adi şəraitdə bərk haldadır. Bəli, hər ikisi bərkdir. Birləşmələrdə -2, müsbət 4 bu kükürdə aiddir. Su ilə reaksiya daxil olmur. Bəli, metallarla reaksiyada bir elektron alır. Məsələn, kalsium kükürdlə reaksiyaya girir. Kalsium S. Sıfırdan gəlir -2-yə. Burada 2 elektron alır. Ona görə bu da ümumi deyil. Doğru cavab 1, 3, 22-də A variantı. 23-cü sualda 9,6 qram 2 valentli metalın hidrogenlə reaksiyasından 2 valentli metal X, hidrogenlə reaksiyasından hidrid alınıb XH2, çünki 2 valentli olduğuna görə. Bunun üstünə 9,6 qram yazırıq. Burada 10,4 qram yazırıq. Metalın nisbi atom kütləsini. Əslində bunun altına X, bunun altına X plus 2 yazıb da tapa bilərsiniz. Amma rahat eləmək üçün biz bilirik ki, reaksiyanın sol tərəfi kütlələr cəmi sağa bərabərdir. Yəni sağ 10,4-dürsə, sol da 10,4 olmalıdır. Onda 10,4-dən 9,6 çıxanda hidrogen burada 0,8 qram eləyir. Bura 2 yazıram, bura X yazıram. Onda 9,6-nı vururam 2-yə, bölürəm 0,8-ə. Doğru cavab eləyir. X bərabərdir 24. Metalın nisbi atom kütləsi. Daha sonra bərabər kütlədə götürülmüş, deməli bunu belə yazaq.
H2 və O2-nin reaksiyasında H2 üstəgəl O2 alınır H2O. Bərabər kütlə dediyinə görə m qram, bura 4 qram yazıram, bura 32 qram yazıram. Reaksiya maddələrindən birindən 7 qram artıq qalarsa neçə qram su alınır? Deməli, görə burada artıq qalan kimdir ümumiyyətlə? M-i 4-ə bölürəm, bir də 32-yə bölürəm. Hansı daha az olursa, o tam sərf olunur. Təbii ki, çox olandan da artıq qalır. Burada çox olan görürük ki, hidrogendir. Deməli, ondan artıq qalıb. Nə qədər? 7 qram. M götürüb 7 qram artıq qalıb. Sonra M-7 qram sərf olunub. Buradan da tənasübü həll eləsək, deməli, 4M bərabərdir 32M minus 32-ni 7-yə vuranda, deməli 224, 28M bərabər 224-ə, 224-ü də 28-ə böləndə M bərabər 8-ə. Biz M-i tapdıq, buradan 8, gətirib burada yerinə qoyuram. İndi burada bizdə oksigen tam sərf olunan olduğuna görə suyun kütləsini onun vasitəsilə tapırıq. Neçə qram su alınır? X, burada yazıram 36, 36 vursun 8, bölünsün 32, eləyir 9 qram 24-cü sualda cavabımız. Sonra 25-ə baxırıq. Deməli, bizdə flor reaksiya daxil olunsa, flor su ilə reaksiya daxil olur. Alınır H flor, üstə gəlsin O2. Deməli, bura 2 yazsaq, bura 4 yazsaq, bura 2. Yəni, çağrışdırmamız tamamlandı. Florun kütləsini verib M, reaksiya daxil olduğu suyun kütləsində verib M-8. M hesablayın. Deməli, bura yazarıq 36 qram. Flor da 19-dur. 4-ə vuranda 76 qram. Buradan da yenə həll eləyirik. 36 M bərabərdir. Yəni, bu bizim tənasübümüz olur. 76 M minus 76 vurulsun 8, 608. 76-dan 36 çıxanda 40 M bərabər 608-ə. 608-i də 40-a böləndə M bərabərdir 15,2 qrama, doğru cavab. Sonra 26-cı sual. Deməli, qatı sulfat turşusu üçün hansı ifadələr doğrudur? Natriumla reaksiyasında H müsbət oksidləşdiricidir. Xeyr, burada yəni natrium deməli qatı sulfatla reaksiya daxil olur. Əmələ gəlir natrium KSO4, H2S, üstəgəl H2O. Qələvi torpaq metalları qatı sulfatla H2S verir, qalanları SO2 verir. Burada hidrogen müsbət 1-dən elə müsbət 1-ə gəlir. Yəni, burada olsun. Burada hidrogenin oksidləşmə dərəcəsi dəyişmir. Burada oksidləşdirici olan kükürtdür ki, müsbət 6-dan mənfi 2-yə gəlir. Ona görə 1 səhvdir. Higroskopikdir, bəli. Qatı sulfat turşusuydu. Sonra P2O5 idi, SO3-dür, natrium H, kalium H-dır. Bunlar higroskopik, yəni suuducu xassəyə malikdirlər. Qızdırdıqda dəmirlə ferium SO4 əmələ gətirir. Xeyr, qatı sulfatda dəmirin 3 valentli duzu əmələ gəlir. Duru sulfatda 2 valentli duzu əmələ gəlir. Mis ilə reaksiyada reduksiya məhsulu SO2-dir. Bəli, bayaq dedik ki, qatı sulfat qələvi torpaq metallarla H2S, qalan metallarla isə SO2 verir. Ona görə 4 düzdür. Suda həll olması eksotermikdir. Bəli, qızma baş verir orada. Qatı sulfat turşusunun su ilə reaksiyasında həll olmasında, ona görə 5 də doğrudur. 27-ci sualda xlorun elektron formu uyğunluğu. Deməli, xlor O2 mənfi. Burada xlorun oksidləşmə dərəcəsi X qoyuram, oksigen mənfi 2. Bilirik ki, maddədə oksidləşmə dərəcələrinin cəmi 0 olur. Amma iyondursa oksidləşmə dərəcələrinin cəmi iyonun yükünə bərabər olur. X üstə gəlsin, mənfi 2 vurulsun 2 bərabər mənfi 1-ə, X minus 4 mənfi 1, X bərabər müsbət 3-ə. Deməli, 1-də müsbət 3-dür. Onda burada olacaq müsbət 5, burada olacaq müsbət 7. 3-dürsə və bizə burada elektron formlarına uyğunluq tapmaq istəyirsə, deməli, burada 3 valentlidir və 3 tək elektron lazımdır bizə. 3 tək elektron da bizdə deməli B variantına uyğun gəlir. Burada 3s3p4, yəni S-də cütləşib P-də bilirik ki, 3 orbital var. 4 elektron 1, 2, 3, 4.
D-də də 5 orbital var, birində elektron var. Yəni 1, 2, 3 tək elektronu var. Ona görə 1-ə B uyğun gəlir. 2 lazımdır ki, bizə 5 tək elektronu olan olsun. O da D-yə uyğun gəlir. D-də 5 tək elektron var. 7 tək elektronu olanda deməli C variantına uyğun gəlir. Sonra 28-ci. Kükürdün qatı sülfat turşular reaksiya təhlilini yazın və əmsallaşdırın. Deməli bunu kükürt üstəgəl qatı sülfat alınır SO2 plus su. Deməli kükürt 0-dan 4-ə gəlir bir dəfə 6-dan. Bu kommutasiya və ya əks öz-özünə oksidaşma reduksiya reaksiyasıdır. 0-dan müsbət 4-ə gəlir, 4 elektron verir. 6-dan 4-ə gəlir, 2 elektron alır. 4, 2, 2, 4, 1, 2. Deməli 1 yazılır bura. 2 yazılır. Bura ümumilikdə 3 oldu. Burada 2 yazırıq. Deməli, əmsallaşdırmamız tamamlandı. Reaksiyanda yazdıq. 29-cu sualda deməli xlor kalium OH-la temperaturda 2 cür gedir. Deməli, birincidə alınır. Baxın, bu 100 dərəcəsi artıq bu yüksək temperaturla gedir deməkdir. Bu zaman alınır kalium xlor O3 üstə gəlsin H2O. Bizdən reaksiyada alınan oksigenli duzun adı. Oksigenli duz budur, bu da kalium xloratdır. 20 dərəcə artıq ilıq temperatur sayılır. Yəni ki, elə adi şərait kimidir. Buradan isə alınır kalium xlor O üstə gəlsin su. Bu da hipoxlorit turşusu. Kalium hipoxlorit duzu adlanır və bu da disproporsiya və ya öz-özünə oksidaşma reduksiya reaksiyasının növlərinə aiddir. Və bu birləşmə də bizdə adlanır Jave suyu. Natriumdan olan da həmçinin natri xlor O plus su olanda da Jave suyu adlanır. Ağarcı reaksiya edici xassəyə malikdir. 30-cu sualda deməli kalium manqano 4-dən görürük ki, oksigen alınıb. Buradan kalium permanganatı qızdırıblar və bu zaman oksigenin alınmasını görürük. Kalium manqano 4-dən oksigen alınanda kalium 2 manqano 4, manqano 2 üstəgəl O2. Bir dənə bura 2 yazanda əmsal düzəlir. Deməli, buraya yazıram M qram. Bu zaman 6,4 qram oksigen ayrılır. Bura 32 qram yazıram. Burada indi kalium manqano 4-ün MR-ni hesablasaq, deməli 39 üstə gəlsin, 55 üstə gəlsin, 64, 158-ə bərabərdir. Buradan da tənasüb qrup M-i tapsaq, 2 vur 158 vur 6,4 bölünsün 32. Bu da bərabər olacaq 63,2 qrama. Deməli, bu da M-in qramı 63,2 qram. Başqa bizdən əmsallaşdırıb M-i tapmağı soruşmuşdur.